Bir de budur ki, bizim gençler özünü sevmeyi öğrensin. Hətta bəziləri deyirlər ki, özünü sevməyə bir ayıb iş kimi baxırlar, eyib iş kimi baxırlar. Özünü sevmək dəyərdir. Ağıllı insan, dürüst insan, doğru insan, özünə dəyər verən insan, güvənən insan özünü sevməlidir. Özünü həyatının mərkəzinə qoymalıdır. Özünə zaman, əmək, qaynaq ayırıb maya qoymalıdır. Özünü inkişaf etdirməlidir. Allahın ona verdiyi imkanları üzə çıxarmaq üçün əlindən gələn hər şey eləməlidir. Baxın, özünü sevmək çox önemli bir değerdir. Biz gençlere özünü sevmeyi öğreteceğiz. Diyeceğiz ki özünü sevmek değerdir. Özünü sevmeyen, özüne değer vermeyen valideyni de sevmez ki, başkalarını da sevmez ki, vətənini de sevmez ki, bayrağını da sevmez ki. Önce özünüzü sevmeyi öğreneceksiniz değerli gençler. Eğer bizim təhsilin əsasına nəyi qoy desəydilər, mən birinci bunu qoyardım. Gençlere özünü sevmeyi öğret. Təhsil insanlara anlam yükləməyi, anlam arayışını öğretmelidir. Hedefi öğretmelidir. Həqiqəti öğretmelidir. Təhsilin məqsədi budur, anlam arayışı. Hedefi göstərməlidir. Hedef seçməyi, hedef tapmağı, özünü gerçəkləşdirməyi öğretmelidir.